Deməli, kompüterin aparat təminatı. Kompüterin aparat təminatı biz gəlirik hardware-da. Kompüter ümumiyyətlə informatika başlayanda 3 hissəyə demişdik də, elmi istiqamət olaraq 3 hissəyə bölünürdü. Hardware, software, bir də ki, brainware hissəsi idi. Hələ ki keçəcəklərimiz heç birinə aid deyil idi. Nə hardware, nə brainware, nə də belə deyək də software. Buradan başlayır artıq kompüter belə deyə. İnformatika əsl-əslənə baxasın, buradan başlayır. Çünki aparat təminatı gedir hardware, proqram təminatı alqoritmdən Python olacaq Brain var, bir də tətbiqi proqram təminatı var. Proqram təminatı da adlanır software hissəsi. İndiyə qədər keçdiklərimiz nə idi? O sadəcə hesablama, nə bilim, informasiyaya aid olan hissələr idi. Gəldi aparat təminatına, kompüter və onların təsnifatı olaraq. Deməli, bunları artıq onsuz da belə deyək də, kompüter sözü nədir? İngilis dilində kompüterdir, onsuz elektron hesablama maşınlarıdır. Hardasa keçən ilə qədər, keçən də deməyə, ondan öncəki ilə qədər yalnız EHM-lərdən sual düşürdü texniki təminatda. EHM-lərdəki nəsillərdən də birinci nəsil kompüterlər, ikinci nəsil kompüterlər, onların arxitekturası onlardan sual düşürdü. Yəni deyirəm, hardasa ilk informatika çıxan ili də bloka düşən ili. Amma artıq EHM-ləri də demək olar ki, 2 ildə artıq EHM-lərdən də sual düşmür. Sırf aparat təminatından giriş və çıxış qurğularından suallar gəlir. Disk, bir də giriş-çıxış məsələlərindən, məsələ deyirəm, suallarından olaraq belə suallar gəlir. Qalan, belə deyim, artıq informasiyaya baş yormağın mənası yoxdur. Gəlirik deməli birinciyə. EHM-lər gəlir, elektron hesablama maşını. Bunlar ilk birinci nəsil kompüterlərinə aiddir. Cəmləyici maşın, sonra Pascalina adında ilk dəfə olaraq 1642-ci ildə yaranıb, məşhur fransız Blaise Pascal tərəfindən. Yəni bunu zaten fizikadan da bilirsiniz, Blaise Pascal tanıyırsınız. Bundan sonra 1670-ci ildə Gottfried Leibniz hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdı. Toplama, çıxma, vurma, bölmə aparılması üçün istifadə edilir. Stol üstü mexanik və elektrotexnika hesablarma qurğusu idi. Belə deyək, ümumiyyətlə kompüter yarananda ilk elektron hesablama maşını yalnız hesablama işi üçün istifadə olunurdu. Sonra onun biraz üzərində dəyişdir, artıq vurma, bölmə işlərini yerinə yetirdi. Sonra isə sonuncu 1830-cu ildə gəldi. Riyaziyyatçı Charles Babbage proqram işləyən yeni insanların iştirakı olmadan hesablama analitik maşın yaratdı. Və maşına proqram perfokartlarla daxil edilməsi, verilənlər, çıxış, ambardan, yaddaş, yavaş-yavaş başladılar inkişaf elətdirməyə kompüteri. 30-cu ilə 1900-cu ilə gələndə artıq 1930-cu ildə deməli Turing İngiltərədə, Post ABŞ tərəfindən inkişaf etdirildi. Rəqəm hesablama maşınları yaradılması John van Neumannın, yəni belə deyə, artıq sonuncu budur. Desələr ki, fərdi kompüterlərin banisi kim sayılır? John van Neumann sayılır. Yəni bundan sonra olmayıbmı? Olub, amma hamı artıq John van Neumannın belə deyək də kompüterindən, əməliyyat sistemindən onlardan istifadə eləyirlər. 1946-cı ildə ABŞ-ın Pensilvaniya Universitetinin alimləri John van Mockley və John Presper Eckert-in rəhbərliyi ilə ENIAC deyilən ilk elektron hesablayıcı, elektron ədədli inteqrator və hesablayıcı, yəni belə deyilə universal kompüter yaratdı. İlk, bu suallardan rast gəlmək olur. İlk hesablama maşının adı ENIAC olub. Kim tərəfindən yaradıldığı o qədər də önəm kəsb eləmir, yəni suallarda rast gəlmirsən. Sadəcə ENIAC-ın özü ilə tanış olursan. Bir də ki, fərdi kompüterlərin banisi olaraq John van Neumann gedir. Arxitekturası, belə deyirlər də, John van Neumann arxitekturasından əsaslanıb bütün kompüterlər. Gəldi ki, ilk kompüterlərin yaranmasında çəkisi 30 ton olub, 167 kvadrat metr sahəni əhatə eləyib. Belə deyə də, bu formada olub. Baxın, ilk kompüterlər bunlardır. Bu boydan bir dənə otağı əhatə eləyirmiş. Deməli, burada əməliyyatlar yerinə yetirilmiş. Görürsünüz, şinlərlə, sonra belə deyək də, şnurlarla istifadə olunan böyük bir hesablama maşını imiş. Təsəvvür elə bir dənə hesablayıcı üçün bu boydan avadanlıqdan istifadə eləyirmişdir.
Sonra kompüterin sürətlə təkamülü başlayır və kompüterin təkamülündə artıq insanlar yavaş-yavaş yaddaşları, belə deyək, ilk dəfə yaddaşlar balaca olub, formalar daha böyük olurmuş, amma il keçdikcə yaddaşlar böyüməyə başlayıb və formalar kiçilməyə doğru təkamül o formada baş tutub gedib. Deməli, kompüter informasiya ilə işləmək üçün nəzərdə tutulmuş qurğudur. Bunu zaten bütün dərslərdə də bilirik. Sual düşür, kompüter nə ilə işləyən qurğudur? Ən çox belə deyim, rəqəmsal bacarıqlarda rast gəlirik bu dərslərə. Kompüter nə ilə işləyən qurğudur? Uşaqlara belə bir sual verirlər. Kompüter informasiya ilə işləyən qurğudur. Onun digər elektron qurğularına fərqləndirən cəhəti proqramlaşdırılmasının mümkün olmasıdır. Yəni belə deyək də, əslində televizorda informasiya ilə işləyən qurğudur. Yəni informasiya ötürməsin və yaxud da ona informasiya gəlməsə bizə heç bir şey ötürə bilmir. Və yaxud da nə bilim radioda həmçinin, telefonda həmçinin. Niyə kompüter? Bəs fərqi nədir sual verəndə? Fərqi budur. Deməli, kompüterdə əlavə olaraq proqramlaşdırılma mümkün olduğuna görə onun belə deyək də adı daha çox və qiyməti daha çox belə önəm kəsb edir. Müxtəlif tapşırıqları sürətlə, dəqiq yerinə yetirə bilməsi, çox böyük miqdarda verilənlərin yadda saxlaması, müxtəlif tətbiq sahələrində universallığın təmin edilməsinə görə, buna görə belə deyək də məhsuldarlığı çox faydalıdır. Kompüterin əsas 3 əməliyyat yerinə yetirir. Hesab əməlləri, məntiq əməlləri, bir də yadda saxlama və axtarış əməllərini yerinə yetirir. Yəni biz kompüterdə toplama, çıxma, vurma, bölmə, sonra böyükdür, kiçikdir, bərabərdir, söhbət məntiqi əməllərdə həm bunun içərisində də proqramlaşdırma hissəsi gedir. Bir də ki, yaddaş qurğuları və axtarışdakı söhbət brauzerlərdən gedir. Sonra gəlirik kompüterlərin imkanlarının qiymətləndirilmək üçün müəyyən əlamətlərinə görə onlar qruplara bölünürdü. Deməli, ilk kompüterimiz belə deyək, superkompüterlər adlanır. Biz superkompüterlərdən istifadə olunmur. Yəni gündəlik həyatda heç birinin superkompüterlərdən istifadə olunmur. Çünki çox prosesorludur, çox sürətli elektron hesablama sistemidir. Superkompüterlərdən dövlət agentlərində, iri şirkətlərdə çox məsələləri həllində geniş istifadə olunur. Yəni belə deyək də, heç kim gündəlik həyatda və yaxud da məktəblərdə superkompüterlərdən istifadə olunmur. Sonra gəlib mainframe kompüterləri. Bunlar da çox böyük kompüterlərdir. Superkompüterlərin müqayisədə məhsuldarlığı az olub, ancaq yüksək hesablama işləri aparmaq üçün istifadə olunur. Və ilk dəfə IBM şirkəti tərəfindən həyata keçirilmişdir. Və bizim ən çox istifadə elədiyimiz, yəni indiki gündəlik həyatda istifadə olunan, buna deyirlər mini kompüterlər və yaxud da fərdi kompüterlər. Böyük olsalar da onların eyni universal imkanlara malikdirlər. Mikrokompüterlər dedikdə fərdi kompüterlər nəzərdə tutulur. Ki, əsas məsələ başlayır buradan. Fərdi kompüterlərin növləri. Testlərdə rast gələcəksən fərdi kompüterlərin növlərinə. 70-ci illərdə fərdi kompüterlərini yayıblar. Kiçik, orta və böyük kompüterlərdən istifadə olunub. İlk də fərdi kompüterin yaranması 1977-ci ildə Apple şirkəti tərəfindən həyata keçirilib və kompüterin qiyməti baha olduğundan istehsalı kütləvi şəkildə baha olduğundan istehsalı kütləvi şəkildə olmadı. Çünki qiyməti çox baha olduğuna Apple şirkətin belə deyək də insanlara uyğun olmadığı üçün IBM PS adlı kompüterlər yaradıldı. Hal-hazırda istehsalı 1981-ci ildə belə deyək də IBM şirkət tərəfindən yaradıldı və hal-hazırda da bütün dünya 80% IBM platformasından istifadə eləyir. Yəni mənim kompüterim və yaxud da məktəbdə istifadə olunan bütün kompüterlər demək olar ki, IBM şirkətinin kompüterləridir. Apple, hə, yoxdurmu? Var, amma ki, qiymətinə görə hər kəsə uyğun olmadığına görə belə deyə də IBM hələ də IBM-dən istifadə eləyənlər belə 90%, mən 80 də deməzdim, şəxsən 90%, yəni Azərbaycan ən azı 90%-ı bütün şirkətindən tutmuş işçilərinə görə bəzi insanlara çıxmaq şərti ilə hamı IBM kompüterlərdən istifadə edir. Deməli, IBM fərdi kompüterlər ayrılır masaüstü kompüterlərə, notebooklara, planşet, ovucucu kompüterlərə. Masaüstü kompüterlər bildiyimiz bu kompüterlərə deyirlər. Yəni sistem bloku ayrı, monitoru ayrı, klaviaturası ayrı, sıçanı ayrı olan bu kompüterlər adlanır masaüstü kompüterlər. Notebook bildiyimiz bu notebooklarda, planşeti də yəqin ki, hamı tanıyır. Ovucucu kompüterlər isə artıq bizim əlimizdə gəzdirdiyimiz, belə deyək də, telefonlara deyilir. Dəqiqə.
Deməli, sonra bunlar bir-birindən nə ilə fərqlənir? İstər masaüstü, istər notebook, planşet, ovucu kompüterlər. Bunlar bir-birindən fərqlənir ölçülərinə görə. Ölçüdən də əlavə demək olar funksiyaları hamısının eynidir. Yenə də ən çox sual olaraq düşəndə ölçüyə görə bir-birindən fərqlənir. Çünki masaüstü kompüter daha çox yer tutur, notebook dizüstü kompüter daha kiçikdir, yer tutumu da azdır, həm də insanlar tərəfindən daha yaxşı özlərində, yəni hara istəsin belə deyək də aparmaq olur rahat şəkildə, amma masaüstü kompüterləri hara getdin sürüb özündən belə deyə də apara bilmirsən. Planşet də daha kiçik ölçüdür, daha çox belə deyə səyahətlərə çıxmaq üçün istifadə olunur, daha yer tutmur, az yer tutur. Ovçu kompüterlərdə məlum məsələdir. Onlar da bir dəqiqə. Aha. Deməli, dedik ki, bunlar bir-birindən fərqləndi ölçülərinə görə. Şəkillərini də göstərməyə o qədər də belə deyə də zaten hamı artıq əllərindədir. Planşetləri, ovçu kompüterləri. İş prinsipi olaraq yenə dediyim kimi hamısı adlanır John von Neumann arxitekturasına əsasən iş prinsipləri budur. Gəlir ki, riyazi məntiqi. Bunları zaten informasiyada keçmişdik. Hesab məntiqi, idarə etmə qurğusu, yaddaş qurğusu, əsas bunlar lazımdır bizə. Giriş qurğusu, bir də çıxış qurğuları. Yəni ümumiyyətlə John von Neumann dərc etdiyi hesabatlarda müasir kompüterlərin universal və effektiv olması üçün 5 komponenti qeyd edirdi. Və hələ də gör neçənci ildə təsəvvür 46-cı ildən indi hal-hazırda 2025-ci ildir. Hələ də eyni məntiqə əsaslanır. Yəni hesab məntiq qurğusu, idarə etmə qurğusu, yaddaş, giriş, çıxış, giriş və ki çıxış qurğuları vasitəsilə, yəni kompüterlərin idarə olunması bunlara əsaslanır. Bu komponentlər belə deyək də lazımdır bütün istifadə edən və yaxud da nə bilim kəşf edən, kompüteri yaradan hər adama lazım olan hesablama işləridir. Gəldik ki, deməli, iki hissədən ibarətdir Neumann arxitekturalı kompüterlər, mərkəzi hissə, bir də periferiya hissələri. Mərkəzi hissə deyəndə söhbət əsas qurğulardan gedir. Belə deyək də, indi artıq əsas qurğuları çox önəm vermirlər, amma yenə də əsas qurğular kompüterin 4 dənə əsas hissəsi var idi. Buna deyirdilər sistem bloku, monitor, klaviatura, bir də sıçan qurğusu. Sıçan qurğusu hələ də tərəddüddədir. Belə deyək, tam olaraq ədəbiyyatların yarısında əsas qurğu gedir, yarısında qəbul eləmirlər sıçanı əsas qurğusu kimi. Çünki sıçan olmasa da belə deyək də kompüter işlətmək olur. Ona görə amma necə olur? İşi sürətin zəiflədir. Yoxsa belə zaten işləməsə, sıçan qurğusu işləməsə belə kompüter işlətmək olur deyə onu bəzi mənbələrdə əsas qurğu hesab edirlər, amma bəzilərində hesab eləmirlər. Qaldı ki, periferiya qurğuları sonradan kompüterə qoşduğumuz, sonrakı yaddaş qurğularına deyirlər, əlavə qoşulan, daxil etmə, xaric etmə qurğularına deyirlər. Yəni bunlar əlavə belə deyək də əslində periferiya qurğu deyəndə kompüter, onlar olmasa da belə kompüteri rahat şəkildə işlətmək olur. Amma niyə lazımdır sualı işimizi daha sürətli və yaxud da daha asanlaşdıran iş görməkdən ötürü istifadə olunan əlavə qurğulardır. Kompüter ümumiləşdirmə məntiqi strukturu belə başlayır. Giriş qurğuları birinci növbədə, sonra gəlir yaddaş qurğusu, sonra ötürülür prosesora, prosesordan monitora ötürərək bizə göstərir. Deməli, bu oldu nə? Əslində bu kompüterin informasiyanın prosesi yenə eyni bir şey gedir. İnformasiyanı, prosesi nə idi? Əvvəl toplayırdıq, sonra informasiyanı ötürürdük, emal eləyirdik, saxlayırdıq, emal eləyirdik, sonra da ötürürdük. Bu yenə eyni prinsipdir. Giriş qurğuları vasitəsilə biz informasiyanı kompüterə ötürürük. Kompüter onu öz yaddaşında emal eləyir, ötürür prosesora. Prosesorda emaldan sonra lazım olan hissəni monitora çıxışa verir. Bu da deməli belə deyək də, əslində kompüterin informasiyanın prosesləri, sadəcə qurğular vasitəsilə baxırıq buna. Giriş qurğuları, yaddaş qurğuları, prosesor bilirik kompüterin emal qurğusudur. Bir də monitor, monitor da həm də çıxış qurğusu adlanır. Deməli, kompüterlər iki hissəyə bölünür. Bayaq dediyim aparat təminatı, proqram təminatı. Bunu ingilis dilində hardware deyirlər, buna isə software deyirlər. Aparatla proqram təminatına. Aparat təminatı kompüterlərin hardware sözü də yadımda saxla. Bir də görsən ingilis dilində verirlər. Heç aparat təminatı adı testlərdə keçmir. Onu hardware-la yadına sala, hard disklə. Yəni hard disk var, sərt disk. Bununla aparat təminatıdır deməli. Belə bir məntiqlə yadında saxlaya bilərsən. Proqram təminatı Brian vardı.
Proqram təminatı Brain vardı, bir də var əməliyyat sistemləri. Buna da deyirlər, deməli, Sortfy. Gəldik proqram təminatına. Kompüterin proqram təminatı giriş qrupu, bayaqları bunu izah elədim. Giriş qrupları vasitəsilə ötürür. Deməli, mərkəzi prosesora, sonra o bir-birlərinin yaddaş qrupları, bunu yaddaşa, yaddaş mərkəziyə, mərkəzi yaddaşa bir-birlərini bunlar zaten başa düşürlər. Sonra lazım olan hissəni isə çıxış qrupları vasitəsilə insanlara ötürürlər. Kompüterin qruplarının özlüyündə iki hissəyə bölünür. Əsas, bayaqları bunları izah elədim. Əsas, təməl qurğular. Amma yenə deyirəm, bir dənə görsən əsas qurğu testlərdə keçmir, təməl qurğu keçir. Yəni təməldə əsas eyni sözdür. Əlavənin də yerinə çox zaman periferiya qurğuları yazırlar. Əsas qurğuları dedim, bayaqlar sənə sistem bloku, monitor, klaviatura, burada sıçan olaraq qeyd olunub, amma bəzi belə dedim, mənbələrdə sıçan qurğusunu istifadə eləmirlər. Periferiya qurğularda belə deyək, en qədər, nə qədər istəsən düzə bilərsən ora periferiya qurğuların. Skanner var, səs ucaldıcı var, mikrofon var, printer var, plotter var, nə bilim, oyun konsolları var. Yəni, bunlar hamısı periferiya qurğuları kimi istifadə olunur. Yaxşı, sistem bloku kompüterin əsas hissələrindən məlum məsələdir ki, kompüterin beyni sistem blokunun daxilində yerləşdiyinə görə əsas qurğu olaraq sistem bloku birinci yerdə durur. Çünki prosesor sistem blokunun daxilində yerləşir. Yəni, necə ki, insanın beyninin daxilində yaddaş yerləşdiyi kimi, yəni başsız belə deyə də insan olmaz. Sistem bloksuz da kompüterin mümkünatıdır ki, ola. Yəni, prosesorda ən çox istifadə olunan, prosesorun daxilində prosesorun üzərində ana plata var və ana platanın üzərində olan qurğular qidalanma bloku var, disk qurğuları var, xarici yaddaş qurğuları var, HDD, SSD, sonra yəni, portlar, xüsusi kontaktlar. Yəni, bəlkə də kompüteri məktəbdə sökən zaman rast gəlmişsiniz onlara sökmə prosesində platanın üzərində olanlar RAM-ı, ROM-u, nə bilim, HDD-si, SSD-si, sonra portları Belə bir şey eləməmişdim, müəllim. sökmüsünüz Sökməmişdim. kompüteri. Sökməmisiniz hələ məktəbdə. Heç. Heç kompüteri oynamağımıza imkan vermirlər. Kompüter işlətməyimizə imkan vermirlər. Keçən hər bir-iki dəfə düşdülər o qədər. Bizdə peşə təmayüllü siniflər vardı. Yəni biz peşə təmayüllü siniflərdə şagirdlərə kompüteri söküb göstəririk. Yəni əyani formada insan gözü ilə görəndə daha yaxşı yadda saxlayır da və onu da belə deyək, informatika fənninə inteqrasiya edirik. Arada aparırıq onlardan. Uşaqlar da görsünlər İstanbul aparat təminatını keçəndə. Çünki insan belə deyək də görəndə daha yaxşı yadında qalır, nəinki ağızla danışanda. Deməli, ana lövhə üzərində, ana lövhəyə ana plata deyirlər. Bəzən ingilis dilində mazə, nəsə belə bir söz də var, mazə. Amma sözünü anadan götürüblər, orası yadımdadır. Amma arxasını tam olaraq səhv deyə bilərəm. Düzdür, elə bir varianta düşmür. Elə sadəcə ana lövhə və yaxud da ana plata sözləri olur testlərdə. Deməli, monitor kompüterin görülən bir şey deyim sənə. Ümumiyyətlə, giriş qurğuları ilə çıxış qurğularını bir-birindən ayırd eləməkdən ötürü bir dənə bir şey lazımdır sənə. Vəssalam. Deməli, biz informasiyanı biz kompüterə ötürürüksə hər hansı bir qurğu ilə, bu giriş qurğuları vasitəsilə olur. Amma giriş qurğuları, kompüter bizə hər hansı bir informasiyanı ötürürsə, yəni biz kompüteri informasiyanı kompüterdən alırıqsa, bu olur çıxış qurğuları. Vəssalam. Sən bu qaydanı bilsin, giriş-çıxış qurğularını rahatlıq şəkildə tapmaq olur. Yəni, hələ adicə bir dənə monitoru deyək. Məsələn, monitoru kompüter bizə ötürür də informasiyanı, biz oradan görürük. Biz görürüksə, bu adlanır çıxış qurğusu. Amma klaviaturanı biz ötürürük kompüterə. Yəni biz yazırıq da kompüterin yaddaşına klaviaturanın. Avtomatik klaviatura adlanır giriş qurğusu. Vəssalam. Məsələn, sıçandan biz ötürürük də kompüterə informasiyanı. Kompüter bizə sıçan vasitəsilə heç bir informasiya ötürmür ki, ona görə sıçan adlanır giriş qurğuları. Yəni bunlar mütləq şəkildə giriş-çıxış qurğuları, yenə deyirəm, blokda imtahana ən çox düşən qurğular giriş-çıxış qurğularından sual düşür. Kompüterin daxil edən qurğulara giriş qurğuları deyirlər. Yenə deyim ki, burada ən birinci klaviatura olur. Çünki kompüterə informasiyanı klaviaturadan daxil edirlər. Məsələn, mikrofon. Mikrofon deyəndə ağla nə gəlir? Kompüterdə informasiyanı biz
Biz götürürük mikrofon vasitəsilə kompüterə informasiya ötürürük. Deməli, mikrofon nə qurğusu adlanır? Mikrofon avtomatik sən ona giriş qurğusu deyəcəksən. Web kamerada giriş qurğusu. Çünki bizim informasiyamızı götürür. Yəni biz ötürürük web kameraya informasiyanı. Mən web kameranı bağlasam mənə heç nə məlumat olmayacaq ki, heç nə ötürə bilməyəcəm. Yəni biz icazə verməliyik ki, bizim informasiyamızı qarşı tərəfə ötürsün. Ona görə də buna deyirlər giriş qurğuları. Məsələn, skanerdir. Skaner gedirsən mağazinlərə, nəsə alış-veriş eləyirsən, skaner neynir? Barkodları tanıyır da orada avtomatik götürür informasiyanı, ötürür kompüterin yaddaşına ki, məsələn də Məhəmməd məsələn 1 kilo konfet alıb, onun qiyməti nə qədərdir? Yəni skaner avtomatik giriş qurğusudur. Çünki informasiyanı bizdən alır. Biz ötürürük. Biz ötürməsək skaner heç bir şey eləyənməyəcək. Amma printer bizi ötürür informasiyanı. Printer hər hansı bir vərəyi çap edib bizə verməsə, biz oradan informasiya ala bilməyəcəyik. Ona görə adlanır çıxış qurğusu. Monitor da həmçinin. Monitor ekranı biz görürük də, kompüter bizi ötürür. Monitor qaralsın, kompüter heç bir informasiya bizə ötürməsin. Biz informasiyanı necə görəcəyik? Görə bilməyəcəyik. Sonra var plotterlər. Plotter daha böyük çap qurğularına deyirlər plotterlər. Mesela oyun konsollarının pultlarıdır. Bunlar informasiyanı biz ötürürük. Biz ötürürüksə avtomatik giriş qurğusu adlanır. Məsələn, biri də var həm giriş, həm çıxış qurğuları. Məsələn, biz monitora giriş qurğusu deyirik, amma bizim əlimizdəki sensor monitorlar, telefonlarımızın, ağıllı telefonların ekranında olan sensor monitorlar, biz ona həm giriş, həm də çıxış deyirik. Çünki informasiyanı biz ötürürük və o da bizi ötürür. Yəni başqa qurğu vasitəsini ötürə bilmirik axı. Monitor vasitəsini ötürürük. Sensor monitorlar həm giriş, həm çıxış qurğusu adlanır. Məsələn, o ən çox da futbol oyunlarında bir qarnatur deyilən bir qurğu var. Həm nauşnik olur üstündə, həm də mikrofon olur. İkisi bir arada olan bir iri bir qulaqcıqlar olur. Və onlar adlanır həm giriş, həm çıxış. Amma məsələn, sən kompüterin yanında 2 dənə kolonka qoysun, belə deyək də səs ucaldan qoysun. Səs ucaldan avtomatik giriş, çıxış qurğusudur. Çünki kompüterdə olan səsi bizə ötürmək üçün istifadə olunur. Bu adlanır çıxış qurğuları. Burada klaviaturadan danışıb. Klaviaturanın funksional klavişlər olacaq. Klaviaturanın düymələri neçə qrupa belə deyək də bölünür. 4 qrupa bölünür klaviaturanın düymələri. Ümumiyyətlə klaviaturanın 104 dənə düyməsi var. Yəni standart klaviaturanın 104 dənə düyməsi olur və onlar hissələrə bölünür. Funksional klavişlər, hərf rəqəm klavişləri, kursorun idarə olunma klavişləri, yardımçı rəqəm klavişləri, bir də xidməti klavişlər var. Funksional klavişlər F1-dən F12-yə qədərdir. Klaviaturanın ən birinci gələn belə deyək düymələridir. Və nə üçün istifadə olur? Məsələn, F1 düyməsi səsin alınması üçündür. F2 düyməsi belə deyək də yarım səs verir. F3 isə daha güclü səsə malikdir. F4 kompüterin ekranın işığın kontrast deyirlər də ona, işığın artırıb azaltmaq üçündür. F4 azaldır, F5 artırmaq üçündür. F6 klaviaturanı kilitləmək üçün istifadə olunur. Yəni F6 düyməsini basanda heç bir uşaq klaviaturadan istifadə edə bilmir. Bir də görsən kompüterdə istifadə edəndə baxırsan ki, sıçanı tərpədirsən, ekranda heç bir şey yoxdur, heç bir şey yazılmır, heç bir şey tərpənmir. Onu F6 düyməsindən eləyirlər. F6 düyməsini basanda avtomatik klaviatura, məsələn, mən sıçanı ekranda gəzdirə bilirəm. Amma F6 düyməsini basanda bura mümkündür. Mən əlimi gəzdirirəm, amma gəzmir. Ruçka görsən tərpənmir. F6 düyməsini yandıran kimi avtomatik ruçkanı aktiv hala gətirə bilirəm. Sonra F9 səsi kəsmək üçündür. Ümumiyyətlə belə deyək də mikrofona buluq qoyur. F11 F10 təkcə istifadə olunmur, ona görə onların tək adını çəkmədim. F11 print screen eləmək üçün də ekranın görüntüsünü götürür. Hətta əlavə print screen də əlavə var. F11 sən özün çəkə bilirsən. Print screen bütöv olaraq götürür. Amma F11 hansı hissəni istəyirsənsə ondan ekranın print screen eləyə bilirsən. Yəni bunlar sonra alt F4 düyməsi kompüteri söndürmək üçün istifadə olunur. Məsələn, mişqa əgər işləmirsə, altla F4 düyməsi ikisi bir yerdə kompüteri söndürmək üçün istifadə olunur. Sonra məsələn F5 düymələri refresh deyirlər ona, yeniləmə, kompüteri yeniləmə düyməsindən istifadə olunur F5 düyməsi ilə. Yəni belə, klaviaturanın funksional düymələri mişqa işləməyəndə, yəni sıçan qurğusu işləməyəndə funksional düymələr bizim dadımıza çatır. Və yaxud da format atanda belə deyək də kompüterə ofis proqramları yükləyəndə F2 düyməsindən istifadə olunur. Yəni F2-ni tez-tez belə istifadə edirlər. Deyirsən ki, istifadə eləməmişik kompüterlərdən. Yəni bu yenə deyirəm
əsas helpdesk dərslərinə aiddir. Yəni kompüterin texniki təminat dərsləri keçiriləndə aid olur. Yəni hər hansı bir proqramı kompüterin yaddaşına yükləyəndə, əsas da ofis proqramları Windows'un özün belə yükləyəndə F2 düyməsi hardasa dayanmadan bir 10 dəfə F2 düyməsini basanda kompüterdə belə deyə də Windows əməliyyat şey gedir. Nə deyirsiniz ona? Format gedir kompüterin yaddaşında. Yəni formatı geri gətirmək üçün F2 düyməsindən istifadə olunur. Yəni bu funksional düymələr belə deyək də 90% standart olaraq normal insanlar, yəni sadəcə klaviaturadan, Word-də, Excel-də yazı yazan insanlar funksional düymələrdən istifadə eləmirlər. Çox nadir hallarda istifadə edirlər. Funksional düymələr əsasən belə deyək, sıçan qurğusu işləməyəndə dadımıza çatan düymələrdir funksional düymələr. Sonra gəlir hərf rəqəm klavişləri. Hərf rəqəm klavişləri deməli 1-dən başlayır 0-a qədər rəqəmlər, sonra klaviaturanın A-dan Z-ə qədər olan bütün rəqəmləri, hərf, rəqəm, hərflər, simvollardakı klaviaturan belə deyək də bir rəqəm üstlərində olan nidadır, 2-nin üstlərində olan ət işarəsini qoymaq üçün istifadə olunur. Yəni sonra yardımcı klavişlər deyirlər bizə. Yardımcı klavişlər kalkulyatordur. Ona numluq düymələri də deyirlər bəzən. Kompüterdə numluq klaviaturanın üzərində numluq düyməsini basanda, yəni klaviaturan, kalkulyator rolunu oynayır. Toplama, üstə gəlmə, çıxma, bölmə düymələrindən istifadə edirsən. Sonra gəlir xidməti klavişlər. Enter düyməsi abzasa düşmək üçün istifadə olunur. ESC ləğv etmə düyməsidir. Tab kursoru 8 məsafə sağa sola sürüşdürür. Shift tək heç bir əməliyyat yerinə yetirmir. Shift düyməsi ya belə deyək, o məsələn bir rəqəm bəzən uşaqlar deyir, müəllim ət düyməsini hardan qoyum klaviaturadan? Məsələn istifadə olunan Shift 2 düyməsi ət düyməsini ingilis dilində olanda Shift 2 ət düyməsini yerinə yetirir. Məsələn dırnaq qoyur Shift 2, Shift 2-ni basanda yenə də dırnaq, amma ingilis dilində yox, Azərbaycan dilinə çevirəndə istifadə olunur. Məsələn nömrə yazmaq üçün rus dilinə qoyursan Shift 3-ü qoyanda, yəni belə deyə də rəqəmlərin üzərində hansı simvollar varsa Shift düyməsi ondan istifadə olunur. Bir də ki Alt Shift klaviaturanın dilini dəyişmək üçün kompüterdə istifadə olunur. Yəni rus dilinə, ingilis dilinə, Azərbaycan dilinə klaviaturanı çevirməkdən ötürü. Kontrolda həmçinin tək heç bir belə deyək xüsusiyyəti yoxdur. Kontrol düyməsi adətən Word-də istifadə olunacaq. Məsələn, Kontrol A-nı basanda, məsələn, Kontrol A-nı basanda bütün belə deyək qeyd eləyir. Ctrl-C kopiravat düyməsidir. Bunları zaten Word-də də keçəcək. Ctrl-V vstavitdir, yəni yapışdırma düyməsini yerinə yetirir. Yəni, tək heç bir belə deyə də iş yerinə yetirmir. O da yenə düymələrdən istifadə olunur. Məsələn, Ctrl-B-ni verəndə proqramlaşdırmada bolddur, qalın yazıdan istifadə olunur. Sonra alt düyməsi də yenə təkcə heç bir funksiyanı yerinə yetirmir. Bayaqlar dedim, alt F4 düyməsini basanda kompüteri söndürür. Yəni mişqa işləməyəndə alt F4 düyməsini basanda kompüteri söndürür. Sonra alt shift basanda bayaq dediyim kimi klaviaturadan İngilisi Azərbaycan dilinə, Azərbaycan dilinə, nə bilim rus dilinə klaviaturanın dilini dəyişir. Caps lock bütün hərfləri böyünə yazmaq üçün istifadə olunur. Insert əlavə etmə düyməsidir. Yəni hər hansı bir hərfi, rəqəmi silmədən, yəni hərfi silmədən. Məsələn, Bakı sözü yazmısan, A yadından çıxıb, gəlirsən kursoru B-nın yanına qoyursan, inserti basanda o məsələn K-nı və yaxud da B-nı silmir. Hələ əlavə olaraq, məsələn belə dedi, yer açır özünə, hərfi əlavə edir. Delete kursor sağdakı simvolları silir, Back isə kursor özündən solda gələn simvolları istifadə edir. Bunlar yenə deyəm kimi bizə lazım olacaq. Delete'dir, back'dir, insert'dir. Insert düyməsi çox lazım olacaq. Insert hətta özü bizə proqramlaşdırmada da lazım olacaq. Delete'dir, back'dir. Bunlar bizə Word-də lazım olacaq. Hələ proqramlaşdırmanın özündə də belə deyə istifadə olunur. Sonra enter, bunlar haqqında məlumat verdim. Enter nədir, ESC nədir, caps nədir, tab nədir, shift, alt, kontrol düymələri haqqında. Daha alt F4 düyməsi kompüteri bağlamaq üçün istifadə olunur. Kontrol ESC əmri, ESC özü də, ESC təkcə də istifadə olunur. Əsasən də şagirdlər oyun oynayanda ESC düyməsini basırlar, ləğv etmə düyməsidir. Kontrol ESC özü də start düyməsini açmaq üçün istifadə olunur. Start düyməsi də bildiyimiz kompüterin ana menyusudur da, start başlama düyməsi. Insert dedim. Windows düyməsi də var kompüterin üzərində, elə pəncərə şəklində. Numluq bəyaqları izah elədim nə üçündür. Kalkulyator düymələridir. Page up, page down, home, end. Bunlar Word-də istifadə olunacaq. Word-də ən çox istifadə elədiyimiz düymələr olacaq. Page up səhifəni yuxarı qaldırmaq üçün istifadə olunur. Məsələn, mən page up-ı bir dəqiqə bastım, page up yuxarı qalxızır səhifəni. Sonra page down səhifəni aşağı aparır.
Sonra home sətrin əvvəlinə, kursor sətrin əvvəlinə keçir. End isə sətrin sonuna keçirməkdən ötürü istifadə olunur. Yenə deyirəm, bu düymələr bizə Word-də lazım olacaq. Word-də ən çox istifadə etdiyimiz düymələr olacaq. Çünki orada Word-də adətən uşaqlara qəbulda 90% belə suallar düşür. Bir dəfə home basanda nədir, end basanda nədir, page up, page down belə suallar düşür. Sonra qrafik informasiyanı işləmək üçün sıçan qurğusundan istifadə olunur. Bunu bilirik. Sıçan qurğusunun 3 dənə düyməsi var. Sağ, sol, bir də təkərcik düyməsidir. Sağ düyməsi ekranda kontekst menyu. Məsələn, bax, bir dəqiqə mən sağ düyməni basım, bax, belə bir menyu açılır. Buna kontekst menyu deyirlər. Hər belə deyək, pəncərənin özünə məxsus kontekst menyusu var. Sonra sol düymə kompüterə hər hansı bir proqrama giriş üçün istifadə olunur. 2 dəfə tez-tez sol düymə basanda. Ortada təkərçikdəki yenə page up, page down-un belə deyək yerini əvəz edir. Yuxarı aşağı sürüşdürməkdən ötürü istifadə olunur. Touchpad-lər kompüterin notebookda olan sıçanlara deyirlər touchpad. Belə dedə əlavə notebookları bəlkə görmüsən də notebookun içərisində özünün əlavə içində şey var, sıçan qurğusu var. Ona deyirlər touchpad. Başqa yenə mouse'lar var, mouse penlər var, trackball'lar var, joysticklər var. Joystick oyundur da, PlayStation-da zətdə uşaqların oynadıkları oyunlara, onların sıçanlarına joystick deyirlər. Sonra gəlir skanner qurğusu. Skanner qurğusu da bizim istifadə elədiyimiz giriş qurğularına daxildir. Üç növü var. Görüntülü skanerlər, ştrix-kod skanerlər, bir də maqnit skanerləri. Görüntülü skanerlər, bayaqları dedim, mağazinlərdə istifadə olunan skanerlərdə barkodu görməkdən ötürü. Ştrix-kod skanerlər, yox, görüntü skanerləri bizim telefonlarda hər hansı bir PDF skaner edir. Yox, odur. Amma ştrix-kodlar mağazində istifadə olunandır. Maqnit isə kredit kartları, maaş kartlarının üzərində olan maqnit skanerlərdir. Kimsə maaş çəkməyə gedəndə kartı salmaq istəmir, bankomatın yanında bir də görsən belə bütün bankomatlarda olmur, amma olur. Yəni dayanda daha rahat artıq belə deyək də kartı göndərmirsən də aparata. Maqnit skanerlərindən istifadə olunur. İndi vaxtımız bitəcək, mənim sözüm qalacaq yarımçıq. Ona görə mən bunu dayandırım, çünki indi bu dəqiqə sönəcək vaxtımız. Aha. Deməli qaldıq skanerlərdə. Skanerlər dediyim kimi 3 hissəyə bölünür. Görüntülü, ştrix-kod, bir də maqnit skanerlər. Dedim bunları harda necə istifadə olunur. Deməli testlərdə DPI-ya rast gələcəksən. DPI məsələlərinə yenə dediyim kimi hələ ki DPI məsələləri demin test toplusunda rast gəlinməyib, buraxılış imtahanında da rast gəlinməyib. Amma gəlinməmə ehtimalı belə deyək də yoxdur. Çünki hər dəfə də elə dimdə olub, ümumi dimdə olan sualları salmırlar da belə deyim. Yəni ona görə DPI məsələlərinə də bir iki dənə DPI məsələlərindən eləmək şərtdir. DPI nədir? DPI bir düyümdə nöqtələrin sayı deməkdir. Yəni əslində skanerlərin ölçü vahidləri belə də deyirlər, ona ölçü vahidləri də deyirlər. Çünki bir dəqiqə ruçkanı götürüm, hə. Deməli, DPI ona dots per inch açıqlaması budur. Dots per inch və qısaldılmışı DPI deyirlər və ölçülən çözümlükdür. Bu da bir düyümdə nöqtələrin sayıdır. Yadına gəlirsə biz bunu qrafik informasiya keçəndə də keçmişdik. Piksellərin sayı dərsində, düyümdəki piksellərin sayı dərsində. Nə qədər çözümlülük çox olarsa, görüntünün keyfiyyəti o qədər əlbəttə ki, yüksək olacaq. Deməli, scan time da var, buna dedilər darama müddəti olan. Skanner vasitəsilə raster görüntüləri, fayl, mətin, yəni PDF-yə çevirmək olur, şəkili, istənilən belə deyək də mətnləri. Yəni bunu rahatlıqda, yəni əlimizdə olan bütün belə deyək də kağız vəsaitləri elektron formaya çevirə bilirik skanner vasitəsilə. Ona görə də skanner adlanır giriş qurğusu. Deməli, yüksək texnologiya sahəsində ən son uğurlardan biri də rəqəmsal kameralardır. Rəqəmsal kamera vasitəsilə çəkilmiş şəkil, video kameraların yaddaşında saxlanılır, kompüterin yaddaşına köçürülə bilir və dərhal oradakı istənilən çatışmazlığa, yəni rəqəmsal kamerada belə deyə giriş qurğularına aiddir.
Sonra ölçülər də ki, megapiksellərdən, o da yenə də söhbət kameradan gedirsə, şəkildən gedirsə, söhbət pikseldən gedir də. Ona görə ölçüləri də megapiksellərlə ölçülür. Gəldik çıxış qurğularına. Bu çıxış qurğuların bayaqdan hələ danışa-danışa gəlirəm onsuz da sənə. Çıxış qurğuları dediyim kimi, əgər qısa yadında belə saxla, əgər kompüter bizə informasiyanı ötürdüyü qurğu varsa, bu adlanır çıxış qurğusu. Belə deyək. Bunun loru dilində nədir, tərifi budur. Yəni elmi dildə də var, elmi dildəki budur, amma yenə deyirəm, necə istəyirsən bu formada yadında saxla, istəyirsən o formada yadında saxla. Yəni məntiqlə yadda saxlamaq daha məncə məqsədə uyğundur. Çünki yenə deyirəm, əgər avtomatik qurğunu gözün qabağına gətirirsən, əgər o qurğu bizə ötürürsə kompüterdən informasiyanı, bu çıxış qurğusudur. Vəssalam, qurtardı, getdi. Və bunların da içərisində ən məşhuru monitordur. Monitorun növləri var. Monitorun əsas xarakterisi iki dənə əsas xarakterisi var. Çözümlülük, bir də ki, diaqonalı və növləri var. Bunu da yenə raster qrafikasında keçmişik. Ağ-qara, monoxrom rəyli, RGB, red, green, blue. Yəni 3 dənə rəngin birləşməsi. Rəyli televizorlar, belə deyək də, ağ-qara televizorlarda biri qədimi, biri indikilər. Yəni qədimkilər ağ-qara idi, indikilər isə red, green, blue, yəni RGB formatında düzələn televizorlar, belə deyək də, televizor monitorlara deyək də, hamısı hələ televizor sayılmır da. Ekranda görünən piksellərdən ibarət olur. Bunları yenə deyirəm, zaten qrafik informasiya modelində tanırsan. Ekranın eni, uzunluğu, necə ki şəklin eni, uzunluğu yox idi, eyni qayda ilə. Sonra burada növbəti var. Deməli, ekran, düyümdən, yenə deyirəm, bu məsələlərə rast gələcəksən. Bir düyüm 2,154 santimetrdir. Düyüm də dediyimiz kimi söhbət piksellərdən gedir. Yəni ekranın çözümlüyündən söhbət gedir. Bu məsələləri adətən Pifaqor teoremi ilə eləyirlər. Amma başqa yol da var eləməyin. Test üzərində onu izah eləyərəm sənə. Deməli, abituriyentlərə yenə deyirəm, hələ ki abituriyentlərdə rast gəlməyib diaqotipi məsələlərinə, amma gəlməmədə ehtimalı yoxdur. Çünki bölmədə varsa rast gəlinə də bilər. Sonra printerlər var. Printerdə yenə kağız informasiyanı bizə ötürdüyünə görə, yəni kompüterdə olan informasiyanı bizə ötürdüyünə görə buna çıxış qurğusu deyirlər. 3 növü var. Matrisli printerlər, sonra şırnaqlı printerlər, bir də lazerli printerlər. 3 dənə növü var printerlərin. Matrisli printerlər iynələr dəsti ilə işləyir. Deməli, bir dənə bunu yadında saxla. Çünki qayda olaraq testlərə düşür. Matrisli printerlər 1 saniyədə çap olunan simvolların sayı ilə ölçülür. Bir də görsən sual verirlər, matrisli printerlərin növlərinə nə aiddir? Variant verirlər. Məsələn 1 2 3-dür, seçmə var, orada variantlarda açıq tipli sualda. Belə bir sual yazır. 1 saniyədə çap olunan simvolların sayı, bir də görsən matrisli yazmır. Yazır məsələn şırnaqlı printerlər. Şırnaqlı printerlərə aiddir. O matrisli printerlərə aiddir. 1 saniyədə çap olunan simvolların sayı. Şırnaqlı printerlər isə 1 saniyədə çap olunan var burada bir də o cümlədən deməli, şırnaqlı printerlərin çap zamanı çox mürəkkəb damcılarından istifadə olunur. Demək olar ki, şırnaqlı printerlərdən artıq istifadə olunmur. Zərblər vasitəsindən belə deyək də kağızın üzərinə vurma belə deyirlər də. Qədimdə istifadə edirdi. Qədim də deməyə bir hardasa bir 10 il bundan qabaq istifadə edirdilər. Yəni vurma əməliyyatı ilə yerinə yetirdilər. Bir kağızın üzərinə vururdu, belə çap formasında rəqəmləri, hərfləri çap formasında çıxardırdı. Bir də var lazerli printerlər. Lazerli printerlər sürətli, dəqiq, artıq belə deyək də, hamı zaten lazerli printerlərdən istifadə eləyir. Lazerli printerlərin rəngli printerlərə deyirlər. Kanonlar zadlar var. Bəlkə də məktəblər üzrə istifadə edirlər. Rəngli kağızları rəngli çıxartmaqdan ötürü istifadə olunur. Onlar lazerli printerlərdir. Yəni nə şırnaqlıda, nə matrislidə rəngli printerlər deyil. Onlar ağ-qara belə deyirlər də, ağ-qara kağızdan istifadə olunan printerlərdir. Sonra burada nə var? Sənə demədiyim mürəkkəb kağızı. Başqa bir şey deməyə məncə qalmadı. Burada lazerlərə aid. Yəni printerlər uzaqbaşı növləri düşür. Neçə dənə növ var? Matrisli, şırnaqlı, bir də lazerli. Bir də ən çox matrisli printerin bu sözü düşür testlərə. 1 saniyədə çap olunan simvolların sayı. Yəni belə bir matrisli printerin belə bir qaydası var.
Şırnaqlı printerləri haqqında danışdıq. Deməli, qiymət baxımından əl çatandır, əlverişlidir. Kiçik mürəkkəb damcılarından istifadə olunur. Sonra aramsız şırnaqlar axır. Belə printerləri bir də görsən kağızın üzərində belə qara rəngdə xəttlər qoyur. Bax, onlar şırnaqlı printerlər vasitəsilə istifadə olunur. Sonra lazerli printerlər dedim, bahalıdır lazerli printerlər. Şuadan istifadə olunur. Sonra zərbsiz printerlərə aiddir. Yəni zərb vurmadan, yəni heç bir mürəkkəb buraxmadan da belə deyirlər. Ona qısa belə şey deyim. Sonra başqa görək burada nə var, nə etmədi. Plotterlər, bayaq dedim, plotterlər eyni printerlərin növündəndir. Sadəcə daha böyük. Məsələn, küçələrdə zətdə böyük afişləri zadı çıxardırlar. Həmin o kağızları plotter vasitəsilə çıxardırlar. Yəni bu da çap qurğusudur, bu da yenə çıxış qurğusudur. Proyektordur. Məktəblərdə var, dərslər proyektorundan keçirilir. Bu da yenə çıxış qurğusudur. Kompüterdə olan informasiyanı çölə verir, istifadə olunur. Səs ucaldan bayaqları dedim, çıxış qurğusudur. Sonra gəlirik mərkəzi prosesorlar ana lövhənin üzərində yerləşən yaddaş qurğularına. Yaddaş qurğuları haqqında suallara rast gələcəksən. Xarici yaddaş qurğuları, daxili yaddaş qurğuları. Ən sürətli yaddaş qurğuları, belə də sürəti zəif olan yaddaş qurğuları. Bunlar ana platanın üzərində yerləşir. Ümumiyyətlə, daxili yaddaş qurğuları kompüter adından da göründüyü kimi kompüterin daxilində olan yaddaş qurğulardır. Yeganə sərt HDD-dir ki, bu sərt disk də deyirlər buna. Yeganə belə yaddaş qurğusudur ki, kompüterin daxilində yerləşsə də xarici yaddaş qurğusu sayılır. Yəni bir dənə testlərdə bunu qarışdırma. Yəni avtomatik beyinə gələk. Mən flash kart deyəndə zaten flash kart əlimizdə olur, xarici yaddaş qurğusudur. CD-dir, DVD-dir, optik disklərdir, disketlərdir. Yəni əlimizdə gəzdirə bildiklərimiz zaten xarici yaddaş qurğusudur. Amma daxili yaddaş qurğularından RAM-dır, ROM-dur görmürük, gözümüzlə görə bilmirik onları. Onlar kompüterin daxilindədirlər. SSD-dir, HDD-dir. Amma yeganə HDD, HDD də deyirlər buna, HDD də deyirlər, nə deyirsə, sərt disk də deyirlər. Yəni bunun bir dənə yeganə budur ki, yaddaş qurğusu kompüterin daxilində olsa da buna xarici yaddaş qurğuları deyirlər. Ana platanın üzərində CPU var. Deməli, yuvalardır. Prosesorun quraşdırması üçün yuvadır. CPU-nun quraşdırdığı yuva, prosesor CPU-ya birləşdirilir. Sonra ikinci səviyyəli yaddaş qurğusuna keş yaddaş deyirlər. Operativ yaddaş buna iki dənə adı var. Buna müvəqqəti yaddaş da deyirlər və operativ yaddaş RAM da deyirlər. Bunlar iki qardaşdır. Biri RAM-dır, biri ROM-dur. RAM belə deyək. İndi bu dəqiqə biz RAM kompüter işə saldınsa RAM-dadır hər bir şey. Müvəqqəti yaddaşdır. Mən bu dəqiqə bunları izah edirəm, müvəqqətidir. Mən bu proqramı bağlayanda mənə sual verir ki, bunu yaddaşa verim, verməyim. Mən don't save verirəmsə, yəni yaddaşa vermirəmsə, o daimi yaddaşa köçmür, yəni ROM-a getmir. Qalır RAM-da. Və mən bu don't save eləyəndə bunun üzərində nə dəyişiklik eləmişəmsə, hamısı silinir. Yəni əgər yaddaşa vermirəmsə. Çünki müvəqqəti yaddaşdır. Mən bunları yazıramsa, bunu məsələn belə yazıram, nə istəyirəmsə yazıram olsun. Çünki müvəqqətidir. Mən bunu yaddaşa vermədikcə, bu yazı gələn dərs mən bunu dərs açanda, zaten bunun üzərində bu yazı qalmayacaq. Yaddaşa verdiyim təqdirdə qalır. Yaddaşa veriləndə informasiya gedir oturur ROM-da. Ona deyirlər daimi yaddaş. Amma RAM-ın iki dənə adı var. Operativ yaddaş, müvəqqəti yaddaş da deyirlər, operativ yaddaş da deyirlər və belə RAM da deyirlər. Operativ yaddaş yəni demək daimi deyil, müvəqqəti yaddaşdır. Əgər save düyməsini basmamısansa, kompüterin ekranında nə görürsənsə operativ yaddaşdan söhbət gedir. Sonra kart genişləndirmələri var. Ana platanın üzərində video adapter taxmağa, səs kartı taxmağa, modem taxmağa, istifadə olunan flash kartlar taxmağa, USB-lərdir. Bunlar deməli adlanır portlar. Bu ən çox da məşhuru, ən son istifadə olunur USB portlarından. Yəni belə deyək, ən başqa kompüterdə indi bu dəqiqə təzə çıxan kompüterlərin hamısında yeganə bir dənə yeri var, o da USB. Məsələn, başqa ikinci portu yoxdur. Bir şey var, lanşunuru taxmaq üçün istifadə olunan bir hissəsi var. Bir də adapter taxmaq üçündür. Bir də ki USB yeridir, flash kartdır, telefondur, nə istəyirsən taxa bilirsən. Sonra fərdi kompüterlərdən mikrosxemlər, kontroller var. BIOS'un BIOS cari sazlamanı yadda saxlamaq üçün olan BIOS proqram adlanır bu arada.
Amma Kumos belə deyək, Kumos da yaddaşdır. Kumos vaxtı tarixi, kompüterin vaxtın tarixini yadında saxlamaqdan ötürü olan BIOS yaddaşdır. Kumos belə deyək, qurğudur. Qurğu, Kumos belə dedi. İndi bu dəqiqə mən kompüteri söndürsəm saat 6, deməli mənim kompüterim şeyindən gedir, 6:18-dən gedir. O birisi tərəfi yoxdur. Yəni elektronun 12-dən sonrası yoxdur, qayıdır 1-ə təzədən. Yəni yaddaşa verəndə kompüteri söndürdüm. Yandıranda saat 8-də yandıran kimi avtomatik saat 8-i göstərir. Bu kompüter sönülü olsa belə. Yəni bu Kumos sayəsindədir. Yəni söndürsün belə, Kumos o sönülü olduğu vəziyyətdə də yaddaşı, tarixi həmişə öz beynində yeniləyir. Buna Kumosa saat, tarix testlərdə belə düşür. Kumos nə üçün istifadə olunur? Saatı, tarixi, zamanı dəyişməkdən, yəni o daimi dəyişməkdən istifadə olunan qurğudur. BIOS isə əməliyyat sistemi yükləməkdən ötürü istifadə olunur. Bunu yenə proqram təminatında qayıdacaq BIOS-a. Sonra sistem şinlər. Baba, ana lövhə budur. Bəlkə görmüsən məktəbdə, amma dedin sökməmişik. Baba, budur ana lövhə. Operativ yaddaş budur. RAM, bildiyimiz RAM. Mərkəzi prosesor, yəni CPU buna deyirlər. Bunlar RAM-ın, ROM-un portlardır, genişləndirmə yuvalarıdır. Buna RAM da qoşa bilirik, dəyişə də bilirik. Bura RAM-ı, ROM-u bura taxırsan, bu isə genişləndirmə yuvalarından istifadə olunur. Sonra USB taxmaq üçün istifadə olunur. Mikrosxemlər var. Üzərində nə qədər istəsən, belə deyə də avadanlıq var ana platanın üzərində. Burada da mərkəzi prosesor dedim bunun haqqında. Başqa burada nə qaldı? Soket nədir? Mikroprosesor yerləşdirməkdə ehtiyac yoxdur. Soketdir, kulierdir. Bunlar istəsən açıb nəzəriyyəni də oxuyarsan, amma yenə də testlərdə rast gəlinməyən bir şeydir. Testlərdə rast gəlinən firmaların adlarıdır. Deməli, kompüterin Pentium, Celeron, nə bilim, Drone, Pentium 4, Core'dir, nə bilim, Core i3'dir, Core i5'dir. Bunlar belə deyə də prosesorun növləridir. Prosesorun növləri takt tezliyi ilə, sürəti takt tezliyi ilə ölçülür. Bu məsələlərdə eləmişik video hertzlər, megahertzlər, gigahertzlərlə ölçülür. Deməli, prosesorun sürətini soruşanda nə ilə ölçülür? Takt tezliyi ilə ölçülür. Şeydəki, belə deyə də, qəbul olunub, fiziki vahiddəki hertz qəbul olunur. Ölçü vahidinə görə megahertz, gigahertz, o zaten arta-arta yaddaş artanda arta-arta gedir. Sonra nüvələri, mərkəzi prosesorun işlərini görən nüvələr var. Bir neçə il əvvəl prosesorlar bir nüvəli olurdu. İndi artıq bütün prosesorlar 2, 4, 6, 8. Yəni bu bilsən nədir? Soruşurlar kompüterin RAM-ı nədir? 2, 4, 6-dır. Neçə RAM-ı var, neçədə nə şeydir. Bax həmin o çox nüvəli prosesorların belə deyək, o həmin o növlərdir. 2, 4, 6, 8 və arta-arta da və artmağıyla da belə deyək də məbləği də artırır. Yəni kompüterlərin pulunu da məbləğini artırır. Mərkəzi prosesor bəyəqləri bunu göstərdim. Üzərində hər zaman Intel firmasının və hansı firmaya məxsus olduğunu, hansı belə deyə də göstərir. Intel-dir, IBM-dir, nə bilim Core-dir, nədirsə CPU-nun üzərində, mərkəzi prosesorun üzərində var. Sonra gəlirik, deməli, prosesor daha çox 32 bitli və yaxud da 64 bitli olur. Buna görə də kompüterin məhsuldarlığı aiddir. Yəni 32 bitli kompüterlər, məsələn, kompüterin yaddaşından, internetdən kompüterin yaddaşına nəsə yükləyirsənsə, orada bizə variantlar verir. Kompüter 32-li idimi, yoxsa 64-lü idimi? Yəni onun üçün prosesor hansı sürətli, 64-lü əlbəttə ki, daha sürətli və daha çox yeni proqramlar yükləməyə əlverişli sayılır. Sonra yaddaş qurğularından registr yaddaş var. Bu da yenə müvəqqəti yaddaşdır. Ən sürətli yaddaş registr yaddaşdır. Yəni bunu yadından çıxartma, testlərdə rast gəlinir. Ən sürətli yaddaş hansı yaddaşdır? Registr yaddaşdır. O da nə üçün istifadə olunur? Biz power düyməsini açan kimi avtomatik ekran yüklənir, açılır. Yəni o işlərin hamısını registr yaddaş görür. Sonra operativ yaddaş haqqında danışdım. Operativ yaddaş həm müvəqqəti yaddaşdır, həm də adı RAM-dır. Sonra gəlirik keş yaddaşa. Bu da yenə kompüterin balaca bir yaddaş hissəsidir keş yaddaş. Genişləndirmə yuvaları, sortlar haqqında. Bunlar portlardır. Videonu Vega qoşur. Sonra HTML proyektor qoşmaq üçün istifadə olunur. DVI-dan artıq istifadə olunmur. Köhnə kompüterlərdə istifadə olunurdu. Monitoru kompüterə taxmaq üçün. Məsələn, bu portlardan artıq belə deyə də yoxdur. Bu portlar var, yox, istifadə olunmur. Bu portların heç birindən istifadə olunmur. Bunlar köhnə kompüterlərdə istifadə olunurdu. LAN portları var, USB portları var. Bunlardan da istifadə olunmur. Mouse və printerlər istifadə olunurdu. Hardasa bir 10 il bundan qabaqki kompüterlərdə.
Başqa burada nə? Bunlardan da istifadə olunmur artıq. Bir dənə indi bu dəqiqə hal-hazırda istifadə olunan HTML-dir. Yəni budur. E, Proyektor qoşmaq üçün istifadə olunur. Hətta belə deyək, printerdə bunun vasitəsilə qoşursan, printer artıq belə də təzə printerlər artıq USB vasitəsilə qoşulur. Başqa bir də ki, LAN portundan istifadə var bu dəqiqə hal-hazırdakı kompüterlərdə. Yerdə qalan deməli heç bir kompüter portlardan artıq istifadəsi yoxdur. PS2 mouse idi. Bu da ki, bir mousedan keyboardda, keyboardda klaviatura deməli yenidən istifadə olunmur, artıq yoxdur. Sonra yox olmadığına görə də çox üzərində dayanmaq istəmirəm. Yaddaş qurğuları. Dedim, daxili və xarici yaddaş qurğuları iki hissəyə ayrılır. RAM müvəqqəti yaddaşdır. Bir dənə yeganə bu yaddaşdır ki, daxildə yerləşsə də xarici yaddaş qurğusu kimi adlanır. Operativ yaddaş haqqında məlumat verdim. Şəkli budur. RAM budur. İstənilən vaxt kompüterin daxilində açıb, söküb, çıxardıb yenisini taxmağa icazə var. Yəni daha genişin, daha böyüyün, daha ölçüsü böyük olanı taxmaq. ROM isə daimi yaddaşdır. Yəni biz kompüterdə Word-dəmi, Excel-dəmi nə iş görürsə görək, kompüterdə məsələn PDF yükləmişiksə, biz onu save elədiyimiz təqdirdə, yəni saxlanit yaddaşa verdiyimiz təqdirdə avtomatik gedib ROM-a düşür. Yəni daimi yaddaşda qalır. Amma gəl ki, bu qədər yazı yazmısan, avtomatik işıqlar sönür və yazdıqlarımız hamısı itir, çünki yaddaşa verməmişik, əməli yaddaşdadır, RAM-dadır. RAM ağılsızdır deyirlər RAM-a, ROM isə ağıllı yaddaşda deyirlər bəzən. Bir də görsən testlərdə belə də rast gəlinir. Sonra burada nə var? Kumosu dedim bayaqları sənə. Kumos vaxt və tarixi yadda saxlamaqdan ötürü istifadə olunur, kompüter sönülü olduğu halda. Keş yaddaş kompüterin məhsuldarlığını artırmaqdan ötürü istifadə olunur. Kiçik bir yaddaşdır. Ən sürətlisi bayaq dediyim kimi registr yaddaşdır. Sonra gəlir xarici yaddaş qurğularına. Bunları sən görməmsən, amma belə deyim, biz universitetdə oxuyanda yeganə ya ən çox sevdiyimiz yaddaş qurğuları idi. Yəni o zaman nə flash kart var idi, nə optik disklər çox baha idi. Yəni belə deyə də bir tələbə üçün ala bilmədiyi təqdirdə məcbur idik bu disketlərdən istifadə eləyirdik. Artıq yoxdur, tarixə qovuşub bunlar. Deməli, ölçüsü 1,44 megabayt idi. Çox kiçik idi. Təsəvvürlə 3 dənə yazını yaddaşa verib, belə deyə də yazırdıq Word-də yazı, yaddaşa verirdik, atırdıq buna. 2 dənə maksimum 3 dənə şəkil qutardı, yaddaş doldu. Təsəvvürlə sumka dolu olurdu bu flash kart şeylə, flash kart deyirəm, bunu disket deyirlər. Bunun ikinci adı yumşaq disk deyirlər, flop disk deyirlər. Ölçüsü 1,44 megabayt idi. Amma belə deyə də indi baxırıq, mən danışıram hardasa bir 20 il bundan qabaq. 20 il bundan qabaq уже tarixə qovuşub belə deyim, yoxdur. Bu tarixə qovuşdu, sonra gəlir sərt disk, bayaqları dediyim, daxildə olsa da xarici yaddaş qurğusu hesab olunur. Bunu bir dənə o hissəsini yadında saxla. Başqa qalan hissələrdən sərt disk haqqında sənin sual gəlməyəcək zaten. Sonra disklərdən, xarici yaddaş qurğularından dediyim kimi disketdən sonra optik disklər var, CD-ROMlar var, DVD-ROMlar var, yumru disk də deyirlər ya arada. Və onlar da bilmirəm istifadə artıq flash kart olandan sonra heç onlar da demək olar yavaş-yavaş tarixə qovuşur. Belə də toy kasetlərin adını yazırdılar cəmaət qabaqları disklərə. Bax həmin o disklərdən söhbət gedir. Kinoya baxmaq üçün istifadə edirdilər, nə bilim alırdılar da. Sonra disklərin sektor, hə, deməli, qəbula düşür sektor, klaster məsələləri. Proqram təminatı, aparat təminatında şagirdlərə hər il bir dənə qurğulardan sual düşür, bir də klaster məsələlərindən sual düşür. İndi klaster məsələlərində belə deyim, bunu şifahi olaraq deyirəm, bunlar diskdir, o yumru dediyimiz o disk var. Həmin o diskin deməli çevrələrdə cığır formasında olur. Sektor diskdə müəyyən olan ən kiçik yaddaş blokudur. Zaten belə deyim, bunun nəzəriyyə hissəsi sənə düşmür. Məsələ verir, deyir ki, get bu məsələni elə. Sadəcə bilmək lazımdır ki, sektor burada ən kiçik yaddaş blokudur. Klaster diskin tutduğu ölçüdür. Yəni adətən 4 kilobayt olur, amma məsələləri verəndə bunu 8-ə, 16-ya, 20-yə və dediyim kimi verməməzlik eləmirlər. Yəni klaster məsələsi verəndə hər dəfə məsələnin sonunda klasterin tutduğu həcmi hər zaman verirlər. Çünki o standart olaraq 4 qəbul olunmayıb. Sadəcə 4 qəbul olunub. Yəni standart ölçüsü yoxdur deyənə
Məsələ verəndə hər dəfə məsələnin sonunda qeyd edir ki, klasterin ölçüsü diskdən nə qədərdir. Bax budur. Cığırlar budur, traklar belə qısa-qısa deyirlər. Birləşir. Yəni bu hissələr birləşir, cığır əmələ gətirir. Ümumilikdə də adlanır klaster. Bu diskdir, tutmayır. Bunlar bölünür klasterlərə və bunlar hamısı klasterdir. Bu bölüblər, bax bunlar xəttlər. Ortada qalanlar var. Bax bunlar klasterdir. Bu bütöv klaster adlanır. Bax bu bütöv klaster adlanır. Hamısı klasterdir. Bax bunlar hamısı klaster adlanır. Sonra kompüterin sərt diski haqqında danışdıq. Maqnit diskləri. Bunlar da kompüterin sərt diskidir. Bayaq dediyimiz o söhbət HDD-dən gedir. SSD-də deyilən bir disk növümüz var. Bu da daxili yaddaş qurğusunda olsa da, yəni bunlar əslində eyni sözdürlər. Yəni bunların bir fərqli bir şey yoxdur. SSD ilə HDD əslində eyni şeydir. Yəni heç bir fərqli belə xüsusiyyətləri yoxdur. Ona görə də bəzən adın HDD verir, bəzən SSD verir, bəzən sərt disk verir. Yəni bunların adların belə deyək də üçü də eyni mənanı daşıyır. Yəni testlərdə rast gələndə çaşma. Hər üçünün də adı, əslində hər üçü də eyni şeydir ya, yəni belə deyim. Xarici yaddaş qurğusu sayılır. Daxildə yerləşsə belə. Sonra optik disklərdir. Dediyimiz daha tanış gələr bəlkə. İndi uşaqlar bir də görsən bundan nə bilim təkər düzəldirlər, nə bilim nə düzəldirlər. İndiki uşaqlar 50-də şey düzəldir. CD-ROM, CD-ROM bir də ki CD-RW var. Bunların bir-birindən fərqi nədir? CD-R-lərə yazmaq olurdu hər hansı bir məlumat, amma silmək olmurdu. Yazdımsa qalırdı orada vəssalam, onu silmək mümkün deyildi. Amma bir-birindən fərqi qiymət bahası olurdu. Məsələn deyirəm də bu 1 manataydısa CDR-W olanlar daha baha idi. Məsələn 2 manata, 3 manata başa gəlirdi. Niyə? Çünki burada W işarəsi var idi. Bu həm silə də bilir, həm də yaza da bilir. İnformasiyanı yazdığımız kimi silə də bilirik. Amma CD-R qabağında, arxasında W olmayanlarda mümkünatı deyildi. Yazırdın, sən informasiya qutardı, sən lazımdırsa qırtulla CD-ROM oyna. Yəni ehtiyac olmur. Çünki heç bir yaddaşından şey silmək olmurdu. Sonra DVD-ROM və DVD-lər də var. Onda da yenə DVD-də də burada da daha eyni yazıb bura. DVD-də kinodur. Belə deyə də CD-lərə yalnız mətin, sonra musiqi zad yazmaq olurdu görüntüsüz. Amma DVD-lərə görüntülü videolar yazmaq üçün istifadə olunurdu. Bunun da yenə DVD-sində R-sı olanda yalnız yazmaq olurdu, silmək olmurdu. Arxasında W işarəsi olan isə həm yazıb, həm də silmək olurdu. Bu isə yeni nəsil flash kartlar. Düzdür, bunlar yeni nəsil deyil, bunlar köhnə nəsildir. Amma yeni nəsil, yəni belə deyək də flash kartlardır. Flash kartlar da flash yaddaş, flash kart, flash yaddaşın bir-birindən fərqi var. Flash kart belə deyək, maşınlara taxılan kartlardır, maqnitofonlara taxılır maşınlarda. Bax, həmin o flash kartlardır. Flash yaddaş isə bizim əlimizdə olan müasir bu flash yaddaşlardır. Sonra bulut yaddaşlar gəldi. Google Drive-dan istifadə olundu, OneDrive-dan istifadə olundu. Bunlar isə bulut yaddaşlar sayılır. Daha müasir yaddaş. Belə. Sonra kompüterin əsas xarakteristikası var. Prosesorun takt tezliyi, mərtəbəliliyi, nüvələrin sayı, yəni məhsuldarlığına görə bu kompüterin bu hissəsi mütləq şəkildə lazımdır. Yəni kompüter alanda bu hissələrə mütləq şəkildə nəzər yetirmək lazımdır. Prosesorun takt tezliyi neçədir, mərtəbəliliyi neçədir, nüvələrin sayı nə qədədir, operativ yaddaşın həcmi nə qədədir, xarici yaddaşın həcmi nə qədədir, video sistemin məhsuldarlığı necədir? Mütləq şəkildə kompüter alanda bu xarakteristikalara istifadə eləmək lazımdır. Onu da hardan baxırsan? Onu paylaşım sənə görsədim hardan baxırsan. Dəqiqə. Ekranı paylaşmaq olur mu burada? Bəlkə nə vaxtsa kompüter alanda sənə lazım olar. Ekranı görə bilirsən? Ay Məhəmməd, yatmamısan? Ekranı görə bilirsən?
Səsin gəlmir. Yəqin səsi bağlayıb danışırsan. Eşitmirəm mən sən səsi. Görürəm müəllim, narahat olmayın. Aha. Görürəm Bakın, müəllim, narahat olmayın. gələcəkdə kompüter alanda bu kompüter var, ZSpace, My Computer deyilən bir qovluq var. Bunun üzərində sağ düymə verəndə xüsusiyyətlər əmri var. Buradan keçib, bax bu daha. İndi düzdür bu mənim adım adı. Amma burada dəyişmişəm də devsneyimi öz adıma yazmışam. Prosesorun ölçüsü gigahertz, prosesorun tezliyi, RAM-ı 8-dir, tipi, deməli nüvələrin sayı 64-dür, ekran çözümlüyü də ki bu hissədə göstərilir. Bax, bunlar hamısı sonra Corel şirkətinə, Intelin Corel şirkətinə, i5 şirkətinə məxsusdur. Yəni mütləq şəkildə belə deyək, kompüter alanda bu hissəyə girib baxmaq mütləqdir. Düzdür, bunu artdıranda məsələn 64-lük, nə bilim 128-lik, 256-lıq bunların yaddaşına görə də pulları da belə deyək də pul önəmlidir. Çünki arta-arta gedir də bütün pulların hamısı. Məsələn, 1500 manat qiyməti varsa, artıq o 64-lüyün, 128-liyin qiymətləri 3000-ə, 4000-ə qədər artır. Yəni niyə bahadır sualının cavabı bu burdadır. Avtomatik girib baxırsan ki, sənin aldığın kompüter 64-dür. Yəni bunlar belə deyək də orta insanlar üçün istifadə oluna bilən, yəni dərs üçün istifadə. Məsələn, qrafik dizaynerlər üçündür, sonra nə bilim, daha böyük işlər görən insanlar üçün məsələn bu kompüter yaramaz, mümkündür. Məsələn, oyunlarıdır, YouTuberlər üçün zat üçün istifadə edirlər. Məsələn, o kompüterlərin məsələn bunlar onlar üçündür. Bunlar biz üçündür. Sadəcə müəllim üçün gedib orada Word-də yazsın, Excel-də yazsın, belə dərs keçsin. Yəni o kompüterləri təmin olunması bu standart kompüterdir. Amma bundan biraz balacası 32-si sürünür. Onları istifadə etmək zülmdür. Belə, yəni xüsusiyyətlərinə baxmaq üçün buradan istifadə olunur. Sonra harda qaldıq? Gedək görək harda qalmışıq. Mhm. Deməli, testlərdə yenə dediyim kimi rast gəlirik. Bunlara mütləq şəkildə bax bu formada testlərdə rast gələcəksən. Məsələn, səndən soruşacaq ki, RAM-ı nə qədərdir? Sən orada avtomatik RAM-ı bilməlisən ki, ölçüsü harda. Məsələn, bunu verir, deyir bu nədir? Məsələn, takt gigahertz gördünsə, belki söhbət takt tezliyindən gedir. Intel Core verdisə, deməli firmadan söhbət gedir. Sonra bax diskin ölçüsünü HDD-ni harda gördünsə, bil ki, söhbət diskdən gedir. Sonra burada başqa nə var? Məsələn, RAM-ı gigabayt gördünsə, bil söhbət RAM-dan gedir. Diskin tutumu, yenə də HDD gördünsə, bil ki, söhbət sərt diskdən gedir. Yəni bunları mütləq şəkildə yadında saxla, çünki bura qədər dərsimiz bitdi. Bunlar testlərdə rast gəlinən hissələrdir. Yəni qəbula da düşə bilir, bəzən sınaqlarda da rast gəlinən hissələrdəndir. Belə, çünki dimin test toplusunda var. Belə, deməli, kompüterin aparat təminatı bu qədər. Kompüterin aparat təminatın istifadə eləyəcəksən dimin test toplusundan. Dimin test toplusundan açaq dimin test toplusun. Yenə deyirəm, fərqi yoxdur. Koderadan da işləyə bilərsən, amma Kodera biraz başı ağrıdacaq. Koderanı gələnlə istifadə eləyə bilərsən. Görə bilirsən ekranı paylaşmışam səninlə. Niyə yox? Görsünlər mənim, narahat olmayın. Deməli, burada aparat təminatı, bax buradan başlayır. Görsən monitorun növlərindən söhbət gedir. Monitorun ştrik Aldım, aldım. monitordur. Ştrik kod bəyaqları dedik ki, söhbət skanerlərdən gedir. Maye kristaldır. Məsələn, matrislidir, lazerlidir. Bunlar printerin növlərindən söhbət getdi. Monitorun maye kristalından elektron şua borulu. Elektron şua borulu bilsən hansı monitorlardır? Bəlkə də uşaq, bilmirəm də sənin yadına gələr gəlməz, evdə düşün bilərlər. Televizorun yanından keçəndə belə elə bilirdin ki, tok vurur adamı, belə bədəninin tükləri belə şaq 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 belə bir səs gəlirdi. Ekrana əl toxunduran kimi.
Onlar elektron şua borulu idi. Amma indi artıq maye kristaldır hamının evində. Yəni əl vursun belə ekrana heç bir reaksiya yoxdur ekranda. Amma elektron şua borunun yanından keçmək olmurdu. Yanından keçən kimi bədənin bütün əllərin tükü zadı belə hamısı yapışırdı ekrana. Şaqqıltı verirdi. Bir növ şeydə o sintetik paltar geyinəndə belə səs çıxardır və o formada belə bir şey idi şua borulu. Ona görə artıq ikisindən istifadə, belə də elektron şua borulu artıq bunlar da yavaş-yavaş tarixə qovuşur. Ən çox maye kristaldan artıq istifadə olunur. Deməli, müəyyən kompüterlərin təsirinin əsas amilləri bayaqları dedik. Bunu prosesorun sürətidir, sonra ekran çözümlülüyüdür, operativ yaddaşın həcmidir. Yəni burada kompüterin məhsuldarlığından söhbət gedir. Əsas amillərini istəyir səndən. Əsas amilləri prosesorun sürətidir. Bir də ekranın çözümlülüyü. Yəni operativ yaddaşı zaten dəyişmək olur. İkisi deməli ən 2-4 hə, ikisi ən çoxdur. Sonra yalnız çıxış qurğuları olanlar, bayaqları dedim çıxış qurğuları hansılardır? Deməli, sensor ekran burada giriş-çıxışdır. Çünki təkcə çıxış qurğusu sayılmır sensor ekran. Həm biz daxil eləyə bilirik, həm onlar bizə ötürə bilir deyənə sensor ekran giriş-çıxışdır. Proyektor çıxış qurğusudur. Modem giriş-çıxış qurğusu hesab olunur. Çünki biz də informasiyanı ötürə bilirik modemə. IP ünvanı zadı ötürə bilirik daxil. O da bizə informasiya ötürə bilir. Modemdir, sensor ekrandır. Bunlar giriş-çıxış qurğusudur. Printer çıxış qurğusudur. Web kamera da giriş qurğusudur. Əslində web kamera mənim öz zənnimcə mənə sual versələr, mən onu giriş-çıxış qurğusu kimi deyərəm, amma belə də giriş qurğusu götürüblər. Götürüblər hesab deyə bilmərik. Proyektorla printer olacaq burada çıxış qurğusu. Sonra dördüncü sualda informasiyanı uzun müddətli saxlamaqdan ötürü, uzun müddətli saxlamaqdan ötürü RAM-dan istifadə edə bilmərsən. Çünki RAM bayaqları dedim, müvəqqəti yaddaşdır. Burada istifadə edə bilərsən, deməli, keş yaddaşdan da belə deyək də, əslində uzun müddət saxlamaq olmur. Çünki keş yaddaş RAM-la bir yerdə işdir. Bunlar müvəqqətidir. SSD-dir, deməli, HDD-dir. Burada 2, 4, 5 olacaq. Disketdir. Bunların üçündən istifadə eləmək olur. Çünki keş yaddaş kompüterin sadəcə belə də yandıranda istifadə olunan bir yaddaş qurğusudur. Keş yaddaş informasiya səndən alır, tez təcil ötürür RAM-a, operativə və tez açılır. Keş yaddaş o üçün istifadə olunur. Mikroprosesorun əsas parametrlərini müəyyən edin. Orada var idi. Deməli, mikroprosesorların söhbət takt tezliyindən gedir. Yəni, baxırsan ki, hamısı belə deyək də, hələ yaddaş qurğularına belə məsələləri deyirdim sən 18 tipli. 5 müxtəlif kompüterlərin deməli aid parametrlər var. Parametrləri müqayisə edin. Baxırsan ki, ən güclü kompüter üçün birmənalı olaraq yaddaşa baxacaqsan. Söhbət burada terabaytlardan var. Terabayt, burada da terabayt var. Amma məsələn bunun sürəti 3.6-dır, bununki 3.2-dir. Bununki də 3.2-dir. Deməli ən güclüsü hansıdır? Ən güclü gələcək bunu. Həm gigabaytı daha çoxdur, düzdür. Bunun gigabaytı daha çoxdur. Amma bunun belə deyə də yaddaşı 512 gigabaytdır. Amma bununki 1 terabaytdır. Deməli bu daha güclü kompüter sayılır. Sonra, hə, düyüm məsələləri, bayaqlar dediyim bu söhbət 21 düyümdən gedir. Bunu belə yazırsan, 1 düyümü 2,54 santimetrdir. 1 düyümü 2,54 santimetr. Zaten santimetri soruşur bizdən. Və 21-i neçə santimetr olar? Vəssalam. Bunun rahat yolu budur. 2 saat girib Pifaqor teoremin içərisinə girib onun içərisindən çıxmaq zülümdür. Bir dənəsi 2,54 isə 21 düyümü neçə santimetr olar? 21 vuracaqsan 2,54-ə cavabı tapacaqsan. Və salam qutardı. Bu məsələlər belə rahat şəkildə həll eləmək olur. Sonra burada nə məsələlər var belə qeyri-adi? Klaster məsələlərin bunun içərisində verməyib. Klaster məsələlərin səhv eləmirəmsə proqram təminatının içərisində verib burada. Bir dənə baxın, məncə yoxdur burada klaster məsələləri. Yoxdur. Aparat təminatının içində klaster məsələsi vermirlər. Proqram təminatının proqramın içərisində olacaq çox güman. Bir dənə baxın proqramın içərisinə. Baxaq, görək. Varmı? Hə, bax daha. Klaster məsələləri deyirəm də bunu aparat təminatının içərisində, proqram təminatının içərisində veriblər. Eyb yox. Proqram təminatını keçəndə klasterləri izah eləyərəm.
Hələlik ki bizdə əməliyyatlardır. Bax məsələn, uyğunluğu ilk qəbula düşəndə belə bir sual düşmüşdü. Kursor idarə edən klavişlər hansıdır, xidməti klavişlər hansıdır, funksional klavişlər hansıdır? F-i harda gördünsə bunlar funksionaldır. Adından da göründüyü kimi FF birləşdirib yaza bilərsən. Sonra xidmətlər caps lockdur, home'dur, xidmət görür. İdarə eləmədəki deməli söhbət bunlardan gedir də 1, 2, 3 yaxud kalkulyator şeylər, rəqəmlər. Sonra belə qəbula belə tipli məsələlərdən bir şeydir, məsələ deməyim də, belə tipli suallar düşür. Burada da yenə nə soruşur sənə? Əməli yaddaşın tutumu nə qədərdir? RAM-ı soruşur. RAM-ı buradan götürsən, gigabaytda harda gördünsə söhbət RAM-dan gedir. Əgər qabağında heç bir şey yazılmayıbsa. HDD də ki, harda gördünsə, o da deməli terabaytdandır. Bu daha HD. Buradan bura üstünə qəşəng şey qoyub, ara qoyublar səsini tapmaq üçün rahat şəkildə. Yəni çox çətin suallar gəlmir buradan. Bir qurğuları bilməlisən ən əsası. Sonra məsələn fərdi kompüterin əsas tərkib hissələri. Bayaq dedik, əsas tərkib hissələri əsas qurğulardan söhbət gedir. Monitordur, mousedur, sistem blokudur, klaviaturadır. Söhbət bunlardan gedir. Bu yerdə qalanlar əlavə qurğudur. Biz yenə qəbulda rast gəlinir ən çox giriş-çıxış qurğularından söhbət gedir. Giriş qurğuları burada klaviatura olacaq, web kamera olacaq, çıxış qurğuları monitor olacaq, proyektor olacaq. Bir dənə burada yaddaş qurğusu var, o da sərt disk vəssalam. Yəni qəbula ən çox hələ ki belə deyəm də bu məsələlərdən giriş-çıxış qurğularından sual düşüb. Bir də bayaqları dediyim o şeydən HDD-si nə qədərdir, nə bilim operatoru nə qədərdir. Ya bu məsələlərdən daha bu tip məsələlərdən, bu tip suallardan rast gəlmək olur qəbulda. Ana plat üzərində genişləndirmə yuvalarıdır. Yəni yuvalar məlum məsələdir. Nəzəriyyə kitabım var. Bəli müəllim, DİM 2023. Hə, vəssalam. Nəzəriyyə kitabında da məncə çox geniş məlumat yoxdur. Hələ bu qədər də bundan böyük bir məlumatlar yoxdur. Sonra hansı uzun müddətli yaddaşdır? Yəni bunlar uzun müddətli yaddaşları istəyir bizdən. Burada RAM çıxacaq avtomatik yenə. BIOS-dur uzun müddət 4, CPU-dur bu 4, bu da bu 4. Bir dənə qalır nə? HDD. Vəssalam. Belə. Bəzi dimin test topusunu yazırsan, gələn